Sumqayıt şəhərində Vətən müharibəsi şəhidi Kiçik Çavuş Nicat Nəbiyevin doğum günü münasibətilə anım tədbiri keçirilib. Tədbir şəhidin təhsil aldığı Sumqayıt şəhər 39 nömrəli tam orta məktəbin 7A sinifində təşkil olunub. Tədbirdə məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi, şəhidin ailə üzvləri iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəli sükutla yad olunub. Çıxış edənlər şəhid Nicat Nəbiyevin həyat və döyüş yolundan bəhs ediblər. Bildirilib ki, Nicat Nəbiyev 16 dekabr 2000-ci ildə Sumqayıt şəhərində anadan olub. O 44 günlük Vətən müharibəsi zamanı cəbhənin bir neçə istiqamətində döyüş tapşırıqlarını layiqincə yerinə yetirib və 1 oktyabr tarixində düşmənin artilleriya atəşi nəticəsində 20 nömrəli döyüş mövqeyində şəhidlik zirvəsinə ucalıb. Qeyd olunub ki, şəhid Nicat Nəbiyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsi iştirakçısı, Ağdamın azad olunmasına görə və Vətən uğrunda medalları ilə təltif edilib. Tədbir çərçivəsində 7-ci sinif şagirdləri tərəfindən şəhidlərə həsr olunan ədəb-bədii kompozisiyalar təqdim olunub. Vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Sonda vurğulanıb ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və keçdiyi döyüş yolu gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir və onların xatirəsi daim uca tutulacaq. Şəmistan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.